Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı. Xalqımızın dövlət müstəqilliyinin bərpası günü münasibəti ilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla Azərbaycan müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür. Mərkəz TV xəbər verir ki, bunu deputat Tənzilər Rüstəmxanlı Milli Məclisin keçirilən plenar iclaslarının birində bildirib. Millət vəkili Siyavuş Novruzov isə həmkarının fikirlərinin yanlışlıq olduğunu deyib. Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər isə özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq. Müzakirəyə spiker Sahibə Qafarova da qoşulub. Çıxışlarda bəzi nöqsanlar olur. Burada olan çıxışların bəzilərində də nöqsanlar oldu. Spiker Novruzova xitabən mən sonra sizinlə ayrı bir məsələni danışacağım deyə əlavə edib. Tənzilər Rüstəmxanlı isə öz növbəsində həmkarına cavab verib. Buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. Qeyd etdiyim 7 mart 1991-ci ildə SSR-nin bərpa olunması ilə bağlı idi. Deputatların cəmi 43-ü içində Heydər Əliyev də təmsil olunması ilə referendumun əleyhinə səs vermişdilər. Çox istərdim ki, bugün dövlət çevrilişində əl olan Azərbaycanın ən yüksək məqamlarını işğal edən Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq da bir cümlə deyib Siyavuş Novruzov tarix yazaydı. Siyavuş müəllim, siz çıxış eləmişsiniz. İndi sualınız var sizin. Sualdır. Buyurun. Təşəkkür edirəm, hörmətli xanım sədr. Hörmətli Tənzilər xanım burada çıxış elədi, qeyd elədi. Müstəqilliyə 271 nəfər səs veribdir burada parlamentdə. O 43 nəfər özlərini istiqlal yolunda gördü. Referendum əleyhinə səs verənlərdir onlar. Tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalıdır. Ziya Səmədzadə sədrlik eləyibdi iclasa. Burada oturub bilmirəm, var yoxdur iclas salonunda. O sədrlik eləyib iclasa. Və 271 nəfər də səs veribdi. 350 nəfər parlament üzvündən 271 nəfər. 360-dan 271 nəfər səs veribdi. Siyavuş müəllim, fikriniz aydındır. Sizin fikriniz aydındır. İndi çıxışlarda bəzi nöqsanlar olur. İndi burada olan çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizlə də ayrıca bir məsələni də danışacağım. Hörmətli Sahibə xanım, sizə çox böyük hörmət eləyirəm mən. Və ona görə məsələni uzatmaq istəmirəm. Sadəcə gündəliyə bu müzakirə olunan məsələyə də müsbət yanaşıram. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə SSR-nin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasına əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz, müstəqilliyimizə gedən yolda mübarizə apara. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı. Tənzilər xanım, siz eşitdiniz ki, mən Siyavuş müəllimin çıxışından sonra mən dedim ki, Siyavuş müəllim, bəzi məsələləri biz danışarıq. Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaqdır. Və əlbəttə ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına
Möhtərəm prezidentimizə qarşı xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında mütləq cavab verəcəkdir. Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə, prezidentinə, liderinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir.